نبينا محمد وآله الطاهرين ولعنة الله على أعدائهم أجمعين إلى يوم الدين رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقهوا قولي. İmam-ı Zaman Aleyhisselam'ın vücudu mübarekin salavatla yad edək. Allahümme salli ala Muhammed ve ali Muhammed. Qâlel Hakim Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. La tescudu liş-şemsi ve la lil-qamar vescudu lillahi'llezî halaqahun. Sadaqallahul aliyyul azim. Bugünkü bəhsimizin mövzusu Quran-ı Kərimdə Allahın səcdəyə əmr etməsi barəsindədir. Allah Teala əmr edir ki, ona səcdə edək. İslam dininin bütpərəstlərlə davası, şavası, qırğını, qiyaməti hamısı Allaha səcdə barəsindədir. Bütə səcdə eləməyin, Allaha səcdə eləyin. İslamın bu Allaha səcdə eləyin kəlamı və bütə səcdə eləməyin əmri bu mənanı daşımır ki, insan gərək xarici bütlərə səcdə eləməsin, amma daxili bütlərə səcdə eləsin, nəfsinə səcdə eləsin, puluna səcdə eləsin, cibinə səcdə eləsin, ürəyinə səcdə eləsin. Səcdə nədir? Səcdə təzimin, itaətin zirvəsidir, kulminasiya nöqtəsidir. İtaətin zirvəsi yalnız Allah Teala'ya olmalıdır və o niyyətin olmalıdır. Doğrudur ki, biz oxuyuruq Həzrəti Adəm əleyhissalama səcdə etmək mələklərə əmr olundu. Amma onun da mənası o demək deyil ki, Adəm Peyğəmbər əleyhissalam əleyhəzə billah Tanrı idi, ona səcdə edirdi. Xeyr. Adəm Peyğəmbər əleyhissalama ona görə mələklər səcdə etməyə əmr olundular, Allahın əmri idi ona görə. Bu səcdə haqqında qısa bir məsələ. Dava nə barəsindədir? Biz İmamiyyə məzhəbinə bir iftira yaxılıb. İftira bundan ibarət ki, siz möhrə səcdə edirsiniz. Söhbət buradadır. Gəlin görək. Doğrudan Quran-ı Kərimdəki əmr olunur Allahdan başqasına səcdə etməyin. Biz başımızı möhrün üzərinə qoyanda Allahdan başqasına səcdə edirik, ya Allaha səcdə edirik. Bunu araşdırmaq üçün əvvəlcə gərək səcdə barəsində Quran ayələrinin, nübüvvət və imamət hədislərinin, səhabələrin sirəsinin qısa tarixçəsini, konspektini burada qeyd edək. Bütün müsəlmanlar qəbul edirlər ki, hər namazın, hər rükətində 2 dənə səcdə var. Burada ixtilaf yoxdur. Hamı yekdildir. Bütün məzhəblər bu rəydədirlər. Bütün müsəlmanlar qəbul edirlər ki, insan səcdə eləyəndə sırf Allah Teala'ya və Allahın əmrinə itaat etmək qəsdi ilə səcdə eləməlidir. Bunda da müsəlmanlar arasında problem yoxdur. Çünki buna da Quran ayəsi var, elə bir oxuduğum ayə idi. Səcdə etməyin günəşə, aya. Günəşdən, aydan məqsəd təkcə günəş, ay deyil, ha? Bilirsiniz, günəş, ay nə mənada qavranılır? Bizdə deyirlər, kim dedi? Əşi, nə bilim, İvan Petrov, mən nə bilim, kim dedi? O belə. Nə düşünmürsünüz ayın günəşin dalıca? Onları yaradana səcdə eləyin. Allaha səcdə eləyin. Başqa bir ayə, bu Fussilet surəsinin 37-ci ayəsi, çoxdur, ha ayə, ikisini deyim kifayətdir. وَلِلَّهِ يَسْجُدُ مَنْ فِي السَّمَاوَاتِ وَالْأَرْضِ. Göylərdə və yerdə kim varsa Allaha səcdə eləyir. Dav'an və kərhən, istəyir xoşuna gəlsin, səcdə eləsin, istəyir xoşuna gəlməsin, səcdə eləsin. Hamı səcdə eləyir Allaha. Elə şeytan da Allaha səcdə eləyir. Şeytana varlığı, hiləgərlik, dərrakəsini kim verib? Allah Teala. Şeytanın varlığı Allaha səcdə eləyir də. Şeytanın təminatçısı kimdir?
Allahdır da. Deməli, istəsə də, istəməsə də ona bağlıdır. Durub desin ki, ilahi, mən səni tanımıram. Tanıdın nə yaxşı, tanımadın nə yaxşı. Sən tanısan da Allah səni yaradıb idarə edir, tanımasan da. Sən o da olsan haranı yandırarsan ki? Yaxşı, bəs ixtilaf nədədir müsəlmanlar arasında? Əslində bu ixtilaf çox cüz'i, əslində heç ixtilaf deyil ki. Sadəcə olaraq bizə yaxılan iftiraya cavab olaraq bunu bəhs edirik, yoxsa ixtilaf deyil bu. İxtilaf bunundadır ki, namaz qılanda başımızı, alnımızı nəyin üzərinə qoyaq? Burada bir sıra məzhəblər deyirlər ki, namaz qılanda gərək başını qoyasan, nə gəldi onun üzərinə, nə gördün, dəxli yoxdur. Bir sıra məzhəb, bir məzhəb və ona da yanaşı bəzi məzhəblərin, bəzi alimlər deyirlər ki, yox, gərək başını, alnını qoyasan, Allahın Peyğəmbəri başını nəyin üzərinə qoyub, onun üzərinə qoyasan. Və hədislər nə deyir, onu eləyəsən. Burada biz bir neçə bəhs eləməliyik. Birincisi, bütün müsəlmanlar qəbul edirlər ki, Peyğəmbər hansı əməli edibsə və tərkinə əmr etməyibsə, o sünnətdir. O müstəhəbdir, Peyğəmbərin ənənəsidir. Ümumiyyətlə, heç kəsin nə savadı, nə haqqı, nə hünəri çatmaz iddia etsin ki, Peyğəmbər namaz qılanda alnını torpağa qoymayıb. Heç kəs iddia elə bilməz onu. Heç lazım deyil İslamçılarla söhbət eləsin bu barədə. İstənilən tarixdən soruşsun ki, qardaşım, 7-ci əsrdə, 8-ci əsrdə məscidlərə Ərəbistanda nə döşüyürdülər? Xalça, palaz nə döşüyürdülər? Nə deyəcəklər? İsti yerdə məscidə nə döşüyürdülər? Heç yox. Ən çətin halda həsir döşüyürdülər. Hə, döşəsinlər ev yox. Məqbul. Peyğəmbər həmişə başın səzdəyə torpağa qoyub. Gedirdi Peyğəmbər ziyarətlərə, Kəbənin ziyarətinə, namaza gedirdi, nə bilim, başqa məscidlərə gedirdi, gedirdi döyüşlərə, məscid olmamışdan qabaq hara qoyurdular başlarını? Sürgündə olanda hara qoyurdular alınların? Torpağa qoyurdular da, qumun üzərinə, torpağın üzərinə, daşın üzərinə. Bu Peyğəmbərin sünnəsidir. Yəni, mən ki, gedib başımı səzdə eləyən halda qoyuram alnımı torpağın üzərinə, heç kəsin, heç növ haqqı yox desin, düzələnmirsən. Yəni, mənə ən böyük etiraz bu ola bilər ki, balam, niyə Peyğəmbərin sünnəsinə əməl eləyirsən? Bu da ki, etiraz deyil, əksinə fəzilətdir. Laf gözəl, yaxşı eləyirəm. Sən deyən eləyirəm də. Sən də deyirsən, Peyğəmbərin sünnəsinə əməl eləmək lazımdır məndə. Mən də Peyğəmbərin sünnəsinə əməl eləyirəm. Başqa vaxt adamın gözünü çıxardırsınız ki, bu sünnədir, bunu əməl elə. Əməl eləyirəm də sünniyə. Peyğəmbər sünnəsində mən də əməl eləyirəm. Yəni, heç bir etiraz, irad varid deyil burada, heç bir etiraz. Amma yenə də, mən gördüm, bəhs çox uzundur, çox Ayətullah Cəfər Zubani çox böyük bəhs eləyib bir məqaləsində. Mən onun qısasını götürdüm ki, Səəd-i Şirazının bir sözü var, anti-əyanə əst, cihazət bir bəyan əst. Açıq-aşkar olana bəyan eləmək ehtiyac yoxdur, gün kimi aydındır da. Ən böyük etiraz bu ola bilər ki, sən niyə Peyğəmbərin sünnəsinə əməl edirsən? Başqa nə deyəcəksən? Kim and desə bilər? Ya kim desə ona gülməzlər ki, Peyğəmbər başını torpağa qoymayıb səz deyəndə? Heç olmasa bir dəfə başını qoyub. Biz daha özümüzü öldürürük, yoxa çıxardırıq bir dəfə. Halbuki hələ bizim iddiamız budur. Bütün hədislər də bunu təsdiq edir ki, 3-4 dəfədən artıq başını həsirəzada qoymayıb Peyğəmbər. Və istənilən halda biz düz deyirik. Həsir də bizdə məqbuldur. Get başını qoyub həsirə namaz qıl. Heç problem yoxdur. Heç problem yoxdur. O şeylər ki, yerdir, ya yerdən bitir, yeyilmir, mədən əşyası deyil, ona səcdə eləmək caizdir, icazə verilir. Heç bir müşkülü də yoxdur. Heç bir problemi yoxdur. La şəkkə və la şübhə. Bu barədə İmam Sadiq əleyhissalamdan bir hədis var. Buyurur ki,
Hişam ibn Həkəm soruşdu İmam Sadiq əleyhissalamın tələbəsi ki, mən nəyə səzdə eləyəm? Səzdə nəyə səhihdir? İmam buyurdu, qalə İmam Sadiq əleyhissalam, əs-sucud la yəcuz illa aləl-ərd. Səcdə yerdən başqa heç nəyə caiz deyil. Əv alə mə ənbətətil ərd. Bir yerə caizdir. Bir yerdən bitən əşyalara, bitkilərə caizdir. İlla ma ukilə əv lubis. Əlbəttə, yerdən bitən əşyalarda da əgər yeyiləndirsə, ona da caiz deyil. Ona da icazə verilir. Sələl Hişam. Hişam soruşdu. Cu'iltu fidak. Sənə qurban olum. Məl illətu fi zalik. Səbəb nədir? Nə üçün yerdən bitən, geyilməyən və yeyilməyən şeylərə məhz səzdə eləmək olar? Niyə? Qal, li'ənnəs-sucud, buyurdu, çünki səzdə etmək, xudu'un lillahi azza və cəl, Allah Teala'ya təzim etməkdir. Allahın qarşısında öz kiçikliyimizi, Allahın böyüklüyünü isbatlamaqdır. فَلَا يَنْبَغِ أَنْ يَكُونَ عَلَى مَا يُؤْكَلُ وَيُلْبَسْ. İcazə verilmir Allaha təzim edərkən yeyilən və geyilən şeylərə səcdə edəsən. Niyə? Burasına diqqətlə qulaq asın. Burada əxlaqi nöqtələr də az deyil. لِأَنَّ أَبْنَاءَ الدُّنْيَا عَبِيدُ مَا يَأْكُلُونَ وَيَلْبَسُونَ. Çünki dünyanın övladları yediklərinə və geydiklərinə quldurlar. Necə quldur məsələn? Qədimdə yamaqlı paltar giyərdilər də. İndi bir valideynin hünəri, gücü, qüvvəsi çatır, oğluna bir dənə məsələ, yamaqlı yoxa köhnə paltar giydir. Gərək o modda olan paltardan alsın. Bir nəfərin hünəri çatır, bir həftə sup yesin. Dünyanın dağları boş olmasın. Quldur da, bu qulluqdur bir növ. İnsan niyə pul yığır, niyə varlanır? Baxın, neçə nəfər varlı tanıyırsınız ki, restoranda gedib şot verməsin. Hələ mömin varlılar da olsun. Neçə nəfər imkanını tanıyırsınız ki, evində super şirələr, ondan sonra neçə şirvanlıq meyvələr, ondan sonra qızıl-gümüş qablar, 50-60 dənə kostyumu, aşbazlı zadı, yemək zadı olmasın. İndi birdən varlıya pul ver, denən ki, bir adi adamı, denən ki, sən bu pulla yemək və geymək almayacaqsan. Başqa neyinirsən elə pulu? Neyinir o pulu? Yemək olmadı, insan yoxdur da. İnsanlar, hər insan yox ha, əbna-ud dünya, dünyanın oğlanları, dünyanın övladları. Dünyanın övladları, bəziləri axirət övladlarıdırlar, imamlar və onların davamçıları kimi. Bəziləri dünya övladlarıdırlar. Məsələn, bizlər. Qardaş, niyə günah eləyirsən? Nə cavab veririk? Müfid pisdir. Biz dünyanın övladlarıyıq. Dünya hayana fırlanır, o hayana fırlanır. Çünki dünyanın övladları öz yediklərinə və geydiklərinə quldular, nökərdilər, əbdidilər. İmam buyurur. وَالسَّاجِدُ فِي سُجُودِهِ فِي عِبَادَةِ اللّٰهِ عَزَّ وَجَلْ. Səcdə edən isə, səcdə halında Allaha ibadət eləyir, qulluq eləyir. Dünyanın övladları yediklərinə və geydiklərinə quldular. Allahın bəndələri isə səzdə eləyəndə Allaha qulluq eləyirlər. فَلَا يَنْبَغِ أَنْ يَضَعَ جَبْهَتَهُ فِي سُجُودِهِ عَلَى مَعْبُودِ أَبْنَاءِ الدُّنْيَا الَّذ۪ينَ اَخْتَرُّوا بِغُرُورِهَا. Layiq deyil. Allaha qulluq eləmək istəyən insan öz alnını səzdə eləyəndə qoysun dünya övladlarının tanrısının üzərinə. Dünya övladlarının tanrısı nədir? Yemək, geymək. Yemək, geymək də bağı İvan Petrov sözündəndir. Yəni, məişət, ehtiyac, mayyəhtat.
Layiq deyil ki, insan öz alnını qoysun dünya övladlarının, məbudunun ibadət etdiyi, qulluq etdiyi bütün üzərinə. Layiq deyil. Bu Vəsail kitabında 3-cü cilddir. Bir dənə də hədis var imamdan. Buyur ki, və kulli şeyin yekunu qaza'al insan fi mat'amihi ev məşrəbihi ev məlbəsih. Hər şey ki, insanın məişətində ehtiyacı var, yeməyində, içməyində, geyimində, fələ təcuzu salat aleyhi və ləs-sucud. Ona səcdə eləmək və namaz qılmaq düzgün deyil. İllə mə kənə min nəbətil ardı. Bir dənə istisnası var ki, həmin o səcdə elədiyin şey yerdən bitən ola. Min qayri səmər, özdə meyvəli olmuyor. Qablə ən yəsidə məğzulən. Özdə yetişmiş olmuyor. Çünki bəzi yarpaqlar, zatlar var, bəzi ağaclar var ki, müəyyən həddən sonra yeyilir. İndi o bəhs eləmək istəmirəm. O həddə çatmıyor. Fəidə sarə qazlən fələ təcuzu salati aleyhi illə fi halid dərurə. Elə ki, o yeməli oldu, istifadə eləməli oldu. Həmin halda ona səcdə eləmək olmaz, bir dənə yerdən başqa. O da zərurətdir. Heç zat tapırsan, bir dənə odur. Onda da heç nə tapmasın da hər şey gəldi, üzərini səcdə eləyə bilərsən. Adam heç nə tapırsa, donuz ət də yeyə bilər. Adam heç nə tapmasa, həkim desə ki, bu əgər indi bu saat 100 qram vurmasa öləcək, vacibdir vursun. Zərurətdə belədir də. Salavat Muhammed Ali Muhammed. Allahümmə salli alə Muhammed. Bu iki dənə İmam Sadiq Əleyhisselamın hədis. Çox daha ikisini götürmüşəm. Cabir ibn Abdullah Ənsaridən bir hədis nəql olunur. Əhməd ibn Həmbəlin Müsnədində 3-cü cilddə 327-ci səhifədə, Beyhəqinin Sünən kitabında 1-ci cilddə 439-cu səhifədə. Yazır ki, Cabir deyir ki, Həzrət Peyğəmbər sallallahu ilə zöhr namazı qılırdıq. Möhkəm isti idi. Səcdəni də biz eləməliyik qumların üzərinə. Götürürdüm qumları, soyudurdum ovcumda, o ovcumdan bu ovcuma, bu ovcumdan o ovcuma soyudurdum, qoyurdum oraya, səcdə eləyirdim. Birisi bu mənası nədir? İndi deyəcəm. Qoy bir nə deyim. Ənəs nəql eləyir. Əs-Sünənül Kubra kitabında 2-ci cildə 106-cı səhifədə. Rəsulullahla bir yerdə isti bir dənə havada namaz qılırdıq. İstinin şiddətindən qumlar yanırdı. Bizim sahabələrdən biri götürdü daş parçalarının əlinə, soyutdu əlində, qoydu səcdə elədi. Xabbab nəql eləyir. Beyhəqinin Sünən kitabında 205-ci səhifə yazır ki, səcdə eləyəndə istinin şiddətindən alnımız yanırdı. Gedib Peyğəmbərə şikayət edirdik. Peyğəmbər bizə fikir vermirdi. Yəni, yandı yanmadı, səcdə eləməz. Düz daha sonralar gəldi ki, zərurət halında dəyişə bilərsiniz. Amma bu nəyi sübut eləyir? Bunu sübut eləyir ki, İbn Əsir deyir o sübutu. İbn Əsir yazır. Onlar səcdənin istiyə görə məşəqqətindən şikayət edirdilər. Deyirlər ki, isti çoxdur, səcdə eləmək çətindir. Lakin Peyğəmbər onlara paltarlarına səcdə eləməyə icazə vermədi. Bunu da İbn Əsir nəql eləyir. Ən-Nihayə kitabın 2-ci cild 497-ci səhifəsində. Ümmü Sələmə Ümmül Möminin nəql eləyir. Yazırlar ki, Ümmü Sələmənin qardaş oğlusu gəldi onlara, söhbət elədilər filan. Başladı qardaş oğlu namaz qılmağa. Namaz qılanda torpağı üfürürdü ki, yer təmizlənsin. Ümmü Sələmə dedi ki, qardaş oğlu, üfürmə torpağı. Niyə üfürürsən kənara? Mən özüm Peyğəmbəri gördüm ki, öz nökəri Yəssara dedi ki, torpağı o tərəfə üfürmə, üzvü qoy yerə torpağın üzərinə. Bu da Kənzül Ümməl kitabında 7-ci cild 495-ci səhifə. Hədis var Təbəqatul Kubra 1-ci cild 151-ci səhifədəki. Peyğəmbər namaz qılanda, səzdə eləyəndə, əmmaməsi düşürdü alnına, Peyğəmbər çəkirdi kənara, başını qoyurdu yerə. Alnını qoyurdu torpağa. İbn Abbas nəql eləyir, Hibr-i Ümmət. Peyğəmbər daşın üzərində səzdə eləyirdi. Alnını qoyurdu daşın üzərinə. Beyhəqinin Sünən kitabında 2-ci cild 102-ci səhifə. Əbu Hüreyrə nəql eləyir. Yağış yağırdı. Peyğəmbər də namaz qılırdı. Gördüm Peyğəmbər alnını qoydu yerə. Qalxızandan sonra başını gördüm ki, Peyğəmbərin alnında, burnunda o yağışın, torpağın izi var. Yəni, bura qədər nəql edib ki, torpaq idi, izi də qalmışdı. Paltarın zadının üzərində, xalçapırazın üzərində səzdə eləmədi. Bu da Məcmə-ü Zəvaid kitabında 2-ci cild 126-cı səhifə.
Əbu Ümeyyə nəql eləyir. Birinci xəlifə Əbu Bəkr hansı əhvalatın ardıcı nəql eləyir. Özünü çatdırdı tez yerə, torpaq üstə səzdə etdi, namaz qıldı. Əl-Müsənnəf kitabı 1-ci 397-ci səhifə. Əbu Ubeydə nəql eləyir. İbn Məsud Peyğəmbərin böyük sahabələrindən biri və Küttab-ı Vəhiydəndir. Quran katiblərindən 4 nəfər Quranı yazan oldu, bilirsiniz də. Əli ibn Əbu Talib əleyhissalam, Zeyd ibn Sabitə, gələk ki, Übeyy ibn Kəb, bir də Abdullah ibn Məsud ki, onlardan biri də Abdullah ibn Məsuddur. Abdullah ibn Məsud haqqında Əbu Ubeydə nəql eləyir. Əl-Müsənnəf kitabının 397-ci səhifəsində İbn Məsud yerdən başqa heç nəyə səzdə eləməzdi. Məsruq ibn Əcdə' İbn Məsudun səhabəsi. Yazırlar, gəmiyə də minəndə özü ilə bir şey götürərdi səzdə eləməyə. Gəminin göyərtəsində səzdə eləməzdi. Təbəqat kitabı 6-cı cild 53-cü səhifə, Əl-Müsənnəf 2-ci cild 583-cü səhifə. Ömər ibn Əbdüləziz, bilmirəm tanıyırsınız ya yox, Bəni Ümeyyə xəlifələrinin o nisbətən yaxşılarının olub. Ömər ibn Əbdüləziz həsrin üstündə namaz qılardı, amma səcdə yerinə torpaq töküb namaz qılardı. Bu da Fəthül Bari kitabında 1-ci cild 410-cu səhifədədir. Əli ibn Abdullah ibn Abbas Zərrin ya Zürreyn adlı bir nəfərə Səfa və Mərvə dağı var. Mərvə dağından bir daş parçası göndərdi ki, buna səcdə eləyərsən namaz qılanda, təvərrük üçün. Bu qısa hədislər idi, bu qaldı yerində. Dediyim kimi bu mühüm, yəni mühüm bəhs eləyiblər, mühüm bəhs deyil bu. Məcbur eləyiblər mühüm bəhs olsun. Burada bir iki dənə məsələni deyirəm. Əvvəla Peyğəmbərdən bir hədis var. Cu'ilət liyəl ərdu məscidən və tahura. Yer mənim üçün səzdəgah və paklayıcı qərar verildi Allah tərəfindən. Açıq-aşkar hədisdir bu. İkinci, Peyğəmbər buyurur, Sallu kama rəaytumuni usalli. Baxın görün mən necə namaz qılıram, elə namaz qılın. Peyğəmbər də təbii ki, torpağın üzərində səzdə edirdi. Daşın, qumun üzərində səzdə edirdi. Bu birinci məsələ. Yəni, ən pis halda Peyğəmbər sünnəsidir, ha. Hayana çevirsin, çıxış yolu yoxdur. Əgər dursaq mübahisə eləməyə, başqa səzdələri mübahisə eləməliyik. Bunu yox. Bunda la şəkkə və la şübhə. İkinci, istənilən halda, əgər biz qəbul etsək ki, İslam dinindən hər şeyin üzərinə səzdə eləmək olar, istənilən halda ən yaxşısı torpaqdır. Niyə? Qardaşlar, səzdənin mənası budur ki, mən ən uca nöqtəm olan alnımı gətirirəm Allahın qarşısında ən əski tapdağın üzərinə qoyuram. Mənası budur. Deyəndə ki, filankəs filankəsin qabağında əyildi, deyirlər ki, filankəs filankəsin qabağında düşdü torpağa. Başqa şey demirlər ki. Başqa məsələsi budur, Peyğəmbər sünnəsidir, bunda şək şübhə yoxdur. Məsələn, bizə bəzən etiraz edirlər, inşallah imkan olsa gələcəkdə o bəhsləri də eləyəcək. Niyə namazları, məsələn, 3 dəfə qılırsınız da? Yəni, aranı az verirsiniz. 3 dəfə namaz ola bilməz, 5 dəfə də həmişə. Yəni, mən zöhrü qıla, əsrdə qıla bilmərəm ki. Gələ zöhrü qılam, qurtaram, sonra əsri qılam. Fasilə az veririk. Yəni, arası az olur. O da ixtiyarıdır. İstəyirsən çox fasilə verir, istəyirsən az fasilə verir, onun fərqi yoxdur. Deyirlər ki, yaxşı tutalım ki, siz fərq qoymursunuz. Axı, Peyğəmbər əksər hallarda 5 dəfə qılıb. Yəni, fasiləni çox verib. Çox gözəl, qəbul. Və Peyğəmbər əksər hallarda başını torpağa qoyub. Quranda ayə var. Ləqəd kan ləkum fi rəsulillahi usvatun həsənə. Peyğəmbər sizin üçün gözəl nümunədir. Adam gözəl nümunəni qoyub, qeyri gözəl nümunəni götürər. Götürməz ki. Amma irad. Deyirlər siz möhrə sitayiş edirsiniz. Bunu deyən adamlar, qardaşlar, bir dənə salavat çevirin zəhmət olmasın. Allahümmə salli alə Muhammed və ali Muhammed. Ya, heç düşüncələri yoxdur. Bunu deyən adamların. Ya da çox düşüncəlidirlər. Çox bilmişdilər. Ya heç düşüncələri yoxdur, ona görə ki, bunlara hələ çatmayıb ki, heç kəs başın qoyanda, alnının səzdiyə qoyanda, alnını qoyduğu şeyin üzərinə, alnının üzərinə qoyduğu varlığa deyil,
qarşısındakına itaat edir. Bunu elə bilmirlər. Elə bir bütpərəst tanıyırsınız ki, bütün üzərində səzdə eləsin. Qoysun bütün qabağına, başını qoysun onun üstünə. Bütün qoy qabaqda, onun qarşısında əyilir. İndi iradda bilərlər ki, bəs bayaqdan deyirsən ki, yeməli, geyməli şeylərin üzərində səzdə eləmə. İmam buyurur ki, layiq deyil insan öz ibadətində bunlardan birini daxil etsin. Heç birini daxil etmək olmaz. İkinci məsələ. Ya onlar çox düşüncəlilər, niyə dedim? Çox düşüncəlilər çox gözəl bilirlər ki, bu söz boş sözdür. Amma bu sözü ortalığa atıb, cəmaatın başını xarab eləmək olar. Deyir ki, bir dəli gəldi, bir dənə quyuya daş atdı, 1000 nəfər ağıllı əlləşdi, çıxarda bilmədi. Atdı da quyuya daşı. Bir dənə xal düşsün bir nəfərin ürəyinə, vəssalam. Azərbaycan bütün dünyada Ermənistana təcavüz edən dövlət kimi tanınır. Yazıq Azərbaycanlılar 1 milyon qaçqını, 20% torpağı, qanlı yanvarı, o bir qanlı Xocalısı, o birisi, bu birisi, bütün dünya deyir ki, Azərbaycanlılar qırır ermənilər. Bir dənə erməni, səfi erməni çıxıb bir dənə söz deyib, vəssalam. Gəl bunu ispat elə ki, sən yalan danışırsan. İndi biz də halal işimizi görürük, Peyğəmbər sünnəsinə əməl edirik. Bir nəfər durub deyib ki, bunlar bütpərəstdirlər, torpağa səzdə edirlər, torpağa itaat edirlər. Gəl bunlara başa sal. Çox düşüncəlidir bunu eləyən adam. Amma biz deyirik, bizim əqidəmizi avamlar, başa düşməyənlər qəbul etsələr də bizə təsir eləməz, etməsələrdir. Bizim aqillərlə işimiz var. İslam dininin aqillərlə işi var. İslam dininin, Quran-ı Kərimin tərəfi, müxatəbi, müraciət etdiyi tərəf aqillər, aləmlər, müdriklərdir. O avamlarla nə işin var? Geçsin işin görsün. Avam bilirsən nədir? Urra, getdi bu tərəfə gələcək. Getdi o tərəfə gedəcək. Elə ona görə də bəzi din aləmləri, milləti, ümməti avam saxlamaq istəyirlər. Ki, qoy, keyfimizi çəkək, bilməsinlər, haqq deyirik, batıl deyirik. Bir dana ortalığa qutarsın geçsin. Biz torpağa səzdə edirik. Niyə möhür düzəldirik? Səbəbi var. Birincisi, pak torpağa səzdə etmək vacibdir. Şübhəli torpaqdansa pak torpağa səzdə etmək daha yaxşı olar. Ona görə pak torpaq gəzdirir gözümüzlə. İkincisi, biz evləri, nəsə mərtəbələri toz torpağa bulaya bilmərik. Elə alnımız yeri üçün bir torpaq qoyuruq ki, ona səzdə edib Allah Teala'ya itaat eləyək. Üçüncüsü, heç dəxli var, mən kristallaşmış formasını düzəldirəm, figurunu düzəldirəm, sənə nə var? Əgər hər hansı bir figurla ibadət eləmək bütpərəstlik olsaydı, onda Kəbəni ziyarət edənlər bütpərəst olurlar. Kəbədən qəşən figur yoxdur ki, müsəlmanların qibləsindən. Şeytana daş atırlar, ha? Şeytan oradadır. Niyə o divar, yazıq divar döyəş deyir orada, hər il 3 milyondan daş ki, 3 milyon yox, 3 milyonu vur 7-yə. 21 milyondan qədər daş dəyir o yazıqlara. Niyə? Onun nə günahı var? Bunlar hamı simvolik şeylərdir. Əsas bu da Allaha itaat eləyəsən. La təscudu liş-şəmsi və la lil-qəmər vəscudu lillahi'l-ləzi xalaqahunnə. Aya, günəşə, o birinə səzdə eləmə. Onları yaratmış Allaha səzdə elə. Deyirlər ki, yox, siz ümumiyyətlə ziyarətgahlara da gedəndə səzdə edirsiniz. Ay qardaş, ay sənə qurban olum, nə səzdə. Neçə nəfər ziyarətçi tanıyırsan ki, axırda desin ki, bu mənim Allahımdır. Kimi tanıyırsan? Desin, bu qəbir mənim Allahımdır. Harada olub belə bir şey? Hamısı bilir ki, Allahın böyük bəndəsidir, ağıllı bəndəsidir, zirək bəndəsidir, torpağı səzdə eləyən bəndəsidir. Mən də gedirəm onun yanında Allaha itaat edirəm, savab qazanıram. Niyə cəmaat çaşdırmağa çalışırsınız? Niyə yeri gəlməyən, ağıl qəbul eləməyən, məntiq qəbul eləməyən, heç belə adi insan da, uşaq da qəbul eləməyən iftiraları yaxırsınız bizə? Nə üçün? Nə qazancımız var? Biz torpağın üzərində Allaha səzdə edirik. Biz alnımızı, ki ən uca nöqtəmizdir, adamın harasında yumruq vursa təsir eləməz. Başına bir tısma vuran kimi deyək, iki oğlansan, mənim qafası altı eləmədə. Başa vurmadı, baş yaxşı deyildi. Niyə? Mənim ən uca nöqtəmdir.
Biz isə Allahın qarşısında ən uca nöqtəmizi nəfis xalıların üzərinə deyil, torpağın üzərinə qoyuruq, ilahi. Mənim ən uca nöqtəm tapdağ olan torpağın üzərindədir sənin qarşında. Mən üzümü torpağa sürtürəm sənin qarşında, daşa sürtürəm, quma sürtürəm, səcdəyə gəlirəm sənin huzurunda. Sənə itaat eləyirəm və səndən başqasına itaat eləmirəm. Biz alnımızı torpağa qoyub Allaha səcdə edirik. Əgər alnın üzərinə qoyulduğu şey ona səcdə eləməyi tələb etsə, onda xalça üzərinə başın qoyan olur xalçapərəst. Xalı üzərinə başın qoyan olur xalıpərəst. Kavralit üzərinə başın qoyan olur kavralitpərəst. Bu, məntiqə uyğun bir şey deyil. Allah Teala bizim hamımıza gözəl məntiq, dərin düşüncə, ağıl kəramət eləsin. Allah Teala ağıl dəryası olan İmam-ı Zaman Aleyhisselamın tezliklə getirsin. Allah Teala onun zuhuru ilə bizə iftira yaxanları hidayət eləsin. Allah Teala müsəlmanların haqq və həqiqət ətrafında vəhdətini təmin eləsin. Allah Teala bizi də bu günahlarla, bu naqis ibadətlərlə az, həm kəmiyyət, həm keyfiyyət baxımından az ibadətlərlə, zəif iradə ilə öz kamilliyi xatirinə, kamil surətdə qəbul eləsin. Allah Teala xəstələrimizə şəfa, ölənlərimizə rəhmət, qalanlarımıza imanlı, halal, tuğlanı, ömür kəramət eləsin. Bu məclisdən gələn savabı ənbiya, övliya, özlənlərimiz, şühəda, segidlər, Kərbəla şəhidləri, Qarabağ şəhidləri, nə qədər ki mənzur nəzər var, onların ruhuna kəramət eləsin inşallah. Salavat Muhammed, Ali Muhammed.